Salam, hər vaxtınız xeyir, əziz kanal izləyiciləri. Bugün İsmail rayon Talıstan kəndindən təcili olaraq ev mülkü satışa çıxarılıbdır. Ev mülkü 4 sotun içərisində 100 kvadrat olan evdir. Ev daş evdir. Ev 96-cı ildə tikilən evdir. Çaydaşı ilə çox gözəl bir səliqəli tikilmiş evdir. Hal-hazırda sizi həyətlə tanış edeyim. Həyətə dağdan su gəlir. 24 saat su var. Evi hər tərəfdən göstərəcəm. Restavrasiya olunubdur. Yəni pəncərələr dəyişilib. Fasad görünüşü dəyişilibdir. Həyəti kvadrasın bir həyət var. Bir də darvazası yoxdur. Əl qapısı var. Həyətindən kəsilib satılır. Deməlidən iki tərəfi dəmir zaborlandır. Və arxa tərəfindən 2 metr olaraq öz həyətyanı sahəsinə düşməklə, yəni bu bağdan ayrılıb satılır. Bax, bu da arxa tərəfidir. Üstü şiferdir. Və evin içi ilə sizi tanış eləyəcəm. Mən daxil oluq evin içərisinə. Daxil olan ilk növbədə sanuzerdir. Müasir, yəni evin içində hər bir şərait ilə təmin olunubdur. Və ilk daxil olanda buradan qonaq otağıdır. Qavurlu patoloku bax belə. 70 santı barının enliliyi var. Hər tərəfdəndir. Qonaq otağıdır. Deməlidən evin bütün qaz, işıq, suyu, interneti, hər bir şeyi var. Daxil olanda sağ tərəfdə yataq otağıdır, belə. Divarları şpaklovkadan çıxıb, sadəcə qalıb ya aboy, ya emulsiya zövqdən asılı olaraq kimsə təmir edəndə vura bilər. İstilik sistemi İran kamendir. Pəncərələr ümumilikdə plastikdir. Və zalın qarşısında belə bir mətbəxci yeri də ayrılıbdır. Zövqdən asılı olaraq istəyirsiniz zalı genişləndirib, yəni ara kəsməni götürə bilərsiniz. Və ikinci yataq otağıdır. Buradan da gördüyünüz kimi divarlar hamısı şpaklovkadan çıxıb. Burada da pəncərələr, yenə dediyim kimi plastikdir və bir daha qeyd edirəm ki, ev 100 kvadratdan ibarətdir. 4 sotun içindədir. Qiyməti 60.000 manatdır. Maraqlananlar əlaqə telefonumuza zəng edib ətraflı məlumat ala bilər. Ev təcili satılır.